Türkiyədə Süleymancılar dini təriqətinin lideri Əlixan Kuriş həbs edilib. Kuriş daxil olmaqla 32 nəfər həbs olunaraq cəza çəkmə müəssisəsinə yerləşdirilib. Saxlanılan digər 6 nəfər barəsində isə polis nəzarətinə vermə qərarı çıxarılıb. Avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən Əlixan Kuriş cinayət təşkilatına qarşı istintaq başladılmış, Kuriş də daxil olmaqla 40-a yaxın şəxs saxlanılmışdı. Onlara qarşı cinayət təşkilatı yaratmaq və ya ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq, vergidən yayınma kimi ittihamlar irəli sürülmüşdü. Aparılan axtarışlar nəticəsində Kuriş və təriqətlə əlaqəli müxtəlif ünvanlarda milyonlarla dollar dəyərində qızıl əşyaları tapılıb. Bundan başqa fərqli ölkələrdəki bank hesablarına təqribən 1,4 milyard dollar həcmində valyuta köçürüldüyü aşkarlanıb. Yaxşı, bəs Süleymancılar kimdir? Türkiyədə və digər ölkələrdə fəaliyyət göstərən dini təhsil, Quran kursları və xeyriyyəçilik fəaliyyətləri ilə tanınan dini ictimai cərəyanlardan biri hesab olunan hərəkat öz adını banisi olan Süleyman Hilmi Tunhanlıdan almışdı. Hərəkatın əsası 20-ci əsrin ortalarında Türkiyədə dini təhsilin və ərəb əlifbasının qadağan olunduğu dövrdə Süleyman Hilmi Tunhanlı tərəfindən qoyulmuşdu. O, dövrünün tanınmış İslam alimlərindən hesab olunurdu. O, məqsədini gənc nəslə dini məlumatların, Quranın və ənənəvi İslam elmlərinin ötürülməsi olaraq müəyyənləşdirmişdi. İcma üzvləri könüllü iyanələr, zəkat, sədəqə və qurbanlıq kəsim kimi bir sıra vasitələrlə maliyyələşirlər. İctimai olaraq sünniliyin Hənəfi məzhəbinə və tərki dünyaçılıqdan çox elmi və əxlaqi tərbiyəyə üstünlük verən Naqşəbəndlilik təriqətinin Xalidiyyə qoluna bağlıdırlar. Lakin zamanla müstəqil bir icma kimi formalaşa biliblər. Tarixən dövlət strukturları ilə münasibətlərdə ehtiyatlı davranmış bu icma bir çox digər dini qruplardan fərqli olaraq birbaşa siyasi partiya qurmaqdan və ya açıq siyasi mübarizədən çəkinmişdilər. Bundan belə seçki dövrlərində müəyyən siyasi qüvvələrə dəstək vermələri ilə bağlı ictimai müzakirələr tez-tez yer alır. Çünki çox böyük tərəfdar kütləsinə sahibdirlər. Onların böyük bir seçici kütləsinə malik olması Türkiyədəki siyasi partiyaların və liderlərin həmişə diqqət mərkəzində olub. Süleymancıların rəhbərliyi və tərəfdarları son illərdə açıq şəkildə Ərdoğana və hakimiyyətdəki Cumhur İttifaqına dəstək vermirlər. Əksinə, son seçkilərdə müxalifət blokuna yaxın mövqe sərgiləyiblər. Bu münasibət tədricən dəyişib. Uzun illər boyu bu cərəyan digər bir çox konservativ dini qruplar kimi sağ mühafizəkar xəttə və Ərdoğanın rəhbərliyi elədiyi Ədalət və İnkişaf Partiyasına daha yaxın münasibət bəsləyirdi. Lakin son illərdə hərəkatın rəhbərliyi, hökumətin təhsil siyasəti, nəzarət mexanizmləri və digər məsələlərlə bağlı iqtidarla fikir ayrılıqları yaşadı. Nəticədə son seçkilərdə cərəyan rəhbərliyin yönləndirilməsi ilə müxalifət namizədlərinə və İyi Partiya kimi müəyyən siyasi qüvvələrə dəstək verildiyi ictimaiyyətdə və mediada geniş müzakirə olundu. Diqqət çəkən bir məqam da var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anası və atası Tənzilə Ərdoğan və həyat yoldaşı Əhməd Ərdoğanın məzarları İstanbuldakı Karaca Ahmet məzarlığında Süleymancılar Cəmiyyətinin banisi Süleyman Hilmi Tunahının qəbrinin yerləşdiyi hissənin yaxınlığında yerləşir. Zaman-zaman onların da sağlığında bu icma ilə sıx əlaqələrə sahib olduğu iddia olunurdu. Lakin bu iddialar indiyənə qədər heç bir rəsmi təsdiqini tapmayıb. Süleymancılar Cəmiyyətinin əvvəlki lideri Arif Ahmet Denizolgun, yəni Fatih Süleyman Denizolgunun dayısı 2016-cı ildə vəfat elədikdən sonra hərəkatın rəhbərliyinə Əlixan Kuriş keçdi. Fatih Süleyman Denizolgun məhz həmin ailə xəttindən və cəmiyyətin içindən biri olmasına baxmayaraq, uzun müddətdir ki, Əlixan Kurişi və onun ətrafındakı strukturu sərt şəkildə tənqid eləyir. O, Kuriş ailəsinin və rəhbərliyinin cəmiyyəti idarə etmə üsullarını, maliyyəsini və qərarlarını açıq şəkildə ittiham eləyən şəxslərdən biridir. Yəni, Fatih Süleyman Denizolgun kənar adam deyil, cəmiyyətin qurucusunun nəvəsi olaraq bu qrupun daxilindən çıxan, lakin indiki lider Əlixan Kurişə qarşı çıxan əsas simalardan biridir. Denizolgun əvvəlki dönəmdə Ağ Partiya üzvü olub və millət vəkili kimi Türkiyə Böyük Millət Məclisində təmsil olunub. Məsələ ilə bağlı Türkiyənin hakim dairələrində mübahisəli fikirlər çoxdur, lakin dəqiq bilinən odur ki, hazırki vəziyyətdə bu icmaya qarşı ciddi araşdırma başlanılıb və araşdırmaların nəticələri yalnız rəsmi qurumların rəyi və açıqlamasından sonra bilinəcək. Mirzə Altay, Əli Məmmədov, xüsusi olaraq Medialog üçün.